Kompani əsl Bavariyanın ruhuna uyğun məşqçidir. Məsələn, Arsenalın oyundan sonra çıxışında demişdi ki, Arsenal deyir, yaxşı oyun göstərdi, düzdür. Amma deyir, bizim oyunumuz deyir hələ bitməyib. Biz Arsenal'la deyir, play-off'da deyir görüşəcəyik, mütləq görüşəcəyik, belə deyir. Və bu Kompaninin revanş istəməyi hissini gətirir, çıxarır ortaya. Yəni Bavariyanın ruhu belədir. Biz uduzmuşuq amma yəni biz qaydacağıq. Ola bilsin ki, revanşda da uduzsun, bu qaçılmazdır. Tamam. Amma bax o his lazımdır. Kompaninin bundan əvvəlki məşqçisi Tuchel'dən fərqli olaraq xoşuma gələn cəhəti nədir? Kompani hər çıxışında nə komandasını, ümumilikdə komandasını, nə də ayrı-ayrılıqda oyuncusunu medianın ayağına vermir. Alonso'da da elə xüsusiyyət var və bunlar ikisi də Guardiola'nın yetirmələridir. Hər ikisində deyərdim ki, bu Guardiola'nın notlarıdır. Guardiola da həmişə danışanda medianın deyir ki, burada boss mənəm. Sizin sözünüz mənədir. Yəni oyunçumun qulağını özüm vuraram. Amma mən heç kəsi burada ayrıca qeyd edən, ayrıca tənqid edən deyiləm.